Salam dəyərli müəllimlər. İndi isə kurikulumdan testlərimizin izahına baxırıq. Birinci testimizdə deyir, təhsil alanların vəzifələrini seçin. Demək ki, birinci testdə biz nəyi seçirik? Təhsil alanların vəzifəsini seçməliyik buradan. İndi oxuyaq və təhsil alanların vəzifələrini seçək. Bir də deyir ki, dövlət, cəmiyyət, ailə özü qarşısında öz məsuliyyətini dərk etmək. Bu, əlbəttə ki, kimin vəzifəsidir? Təhsil alanın vəzifəsidir. Bəli, bunu götürə bilərik. 2-də deyir ki, etik davranış qaydalarına, pedaqoji etika, əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək. Elə burada saxlayaq. Müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək sizcə kimə aid olacaq? Bəli, əlbəttə ki, bu müəllimin nə idi? Vəzifəsidir. Ona görə bu şagirdə təhsil alanına aid olmadığı üçün biz 2-ni götürə bilmirik. Sonra 3-ü oxuyuruq. 3-də deyir ki, təhsil alanları fiziki, psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək. Bu kimin vəzifəsidir? Təbii ki, zərərli vərdişlər və çəkindirir. Kim çəkindirir? Müəllim çəkindirir. Ona görə də 3 də müəllimə aiddir. Yəni, təhsil verənə aiddir. Ona görə 3-ü də götürmürük. 4-də deyir ki, təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək. Bəli. Artıq bu təhsil alanın vəzifəsidir. Ona görə 4-ü götürə bilərik buradan. 5-də deyir ki, valideynlərlə əməkdaşlıq etmək. Valideynlərlə əməkdaşlıq etmək sizcə kimin vəzifəsi olacaq? Kimin vəzifəsi ola bilər? Bəli, əlbəttə ki, müəllimin vəzifəsidir. Valideynlərlə əməkdaşlıq etmək müəllimin vəzifəsidir. Ona görə 5-i də götürə bilmirik. Bizdən şagirdin, yəni təhsil alanın vəzifəsini istəyir. 6-nı oxuyuruq, deyir, sağlam həyat tərzi keçirmək. Bəli, sağlam həyat tərzi keçirmək də olacaq. Kimin vəzifəsi? Şagirdin vəzifəsi olacaq. Yəni, təhsil alanın vəzifəsi olacaq. Ona görə də burada düzgün cavab hansılar oldu? 1-i götürdük, 4-ü və 6-nı götürə bilərik burada müəllimlər. Düzgün cavab 1-də A variantıdır. Keçirik növbəti, deməli, burada düzgün cavab A variantı oldu. Keçirik növbəti sualımıza. İkinci suala keçirik müəllimlər. İkinci sualda baxaq bizə nə deyir? Deyir, müəllim valideynlərlə ünsiyyət zamanı baş vermiş anlaşılmazlığı şagirdə biruzə verir. Yəni, tutaq ki, müəllim valideynlə ünsiyyət zamanı hər hansı bir anlaşılmazlıq baş verib. Məsələn, müəllimlə valideyn arasında. Bu zaman nə olur? Müəllim sinifə gəlir və bunu şagirdə biruzə verir. Hətta deyir, bu şagirdin nailiyyətinə belə təsir göstərir. Bu zaman müəllim hansı etik davranış qaydasını pozmuşdur? Təbii ki, müəllim burada qərəzsizlik, deməli, qərəzlilik nümayiş etdirmişdir. Yəni, qərəzsizliyi pozmuşdur. Nə üçün? Çünki müəllim şagirdə bunu biruzə verdi. Belə deyək, şagirddən acıq çıxdı, lor dildə desək. Ona görə də nə etdi? Qərəzli münasibət göstərdi şagirdə. Yəni, valideynlə söhbəti olub, ünsiyyəti düz gəlməyib, gəlib əgər bunu şagirdə biruzə veribsə, demək ki, burada nə etmiş olub? Etik davranış olaraq qərəzli münasibət göstərib, yəni qərəzsizliyi pozmuş olub. 2-də də düzgün cavabımız D variantıdır müəllimlər. Keçək növbəti sualımızı oxuyuruq. Növbəti sualımızda deyir ki, doğru fikri müəyyən edin. İndi oxuyaq müəllimlər. Doğru fikri burada müəyyənləşdirək. A-da deyir ki, təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Elə doğru cavab burada A variantıdır. Çünki təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələrinin əks olunması doğru fikirdir. B-də deyir ki, fən kurikulumunda standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Xeyr. C-də deyir ki, summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətini müəyyənləşdirməkdir. Xeyr, yanlışdır. D-də deyir, müəllimlər istədikləri şəkildə alt standartda dəyişiklik yapara bilərlər. Xeyr, istədiyi şəkildə ola bilməz. 7-də deyir ki, məzmun xətləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir, yanlışdır. Ona görə də burada doğru cavab hansıdır? 3-də doğru cavab A variantı oldu. Keçirik 4-cü sualımızı oxuyuruq müəllimlər. 4-də deyir ki, demək,
4-də nə deyir bizə? Deyir, müəllim tədris prosesində yeni mövzunu izah etsə də, şagirdlərə biliklərin möhkəmləndirməsi ilə bağlı heç bir tapşırıq vermir. Həmçinin şagirdlərin dərsi necə mənimsədiklərini yoxlamır. Müəllim daha çox dərs prosesində özü danışır, şagirdlərinin marağını nəzərə almır. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Yəni, burada müəllim nəyi pozub, hansı pedaqoji tələbi pozub, bizdən onu soruşur. İndi baxaq görək, müəllim hansı pedaqoji tələbi burada pozmuşdu. Deyir, müəllim şagirdlərin maraqlarını nəzərə almamaqla bir neçə pedaqoji tələbi pozmuş olur. Bəli. Məsəl üçün, şagird yönümlülüyü pozmuş olur, bərabər imkanları pozmuş olur. Bu kimi deməli, pedaqoji tələbləri pozmuş olur müəllimlər. Ona görə biri götürə bilərik. Çünki deyir, axı, bir neçə pedaqoji tələb pozdu. Bəli, pozdu. Şagird yönümlülüyü pozdu. Şagirdin marağını nəzərə almamaqla bərabər imkanları pozdu. Ona görə də elə biri götürə bilərik. 2-də deyir ki, müəllim mədəni davranış etik prinsipinə əməl etmədiyini görülür. Xeyr, müəllimin burada mədəni davranışı pozması ilə bağlı situasiyada heç nə verilməyib. Ona görə biz 2-ni götürə bilmirik. 3-də deyir ki, müəllim vicdanlı davranış etik prinsipinə əməl etmədiyini müəyyənləşdirmək olar. Bəli, vicdanlı davranış artıq burada pozulub. Çünki müəllim deyir, dərsin keyfiyyətlə yerinə yetirməli idi də. Orada biz vicdanlıqda nəyi öyrənmişdik? Müəllim keçdiyi dərsi həm keyfiyyətlə, həm də vicdanla yerinə yetirməli idi. Təbii ki, burada yetirməyib. Ona görə də elə 3-ü götürə bilərik ki, müəllim vicdanlı davranış etik prinsipinə əməl etməyib burada. Çünki dərsin keyfiyyətlə öyrətməyib, keyfiyyətlə mənimsətməyib, yəni keyfiyyətli təhsil verməyib şagirdlərə. Ona görə biz burada 3-ü götürə bilərik. Vicdanlı davranış pozulub. 4-də deyir ki, müəllim keyfiyyətli təhsil vermək hüququndan düzgün istifadə etmir. Əslində keyfiyyətli təhsil vermək müəllimin hüququ deyil, müəllimin vəzifəsidir. Ona görə 4-ü buradan da götürə bilmirik. Çünki hüquq yazdığına görə ümumiyyətlə yanlış cümlədir. Burada uyğun gələnlər hansılar olur müəllimlər? Bir uyğun gəldiyi, bəli, bir neçə pedaqoji tələbi pozub, bəli, pozub və eyni zamanda vicdanlı davranışı da pozub. Nə üçün? Çünki keyfiyyətli təhsil vermədiyinə görə vicdanlı davranışı pozmuş olub. Ona görə də düzgün cavab oldu 1 və 3-ü götürə bilərik müəllimlər. Düzgün cavab B variantıdır 4-də. 5-ə baxırıq. 5-də görək nə deyir bizə. Deyir ki, hansı fikir doğrudur? İndi gəlin oxuyaq müəllimlər. 5-i oxuyuram. Sual 5. A-da deyir ki, bölmə üzrə summativ qiymətləndirmənin həyata keçirilməsini məzmun xətti təmin edir. Sizcə məzmun xətti təmin edirdimi? Xeyr, təbii ki, alt standarta uyğun yerinə yetirilirdi summativ qiymətləndirməni, alt standart təmin edirdi. Ona görə A yanlışdır. B-də deyir ki, alt standart dövlət tələbi olduğundan müəllim fəaliyyətində onu əsas götürməlidir. Bəli, əslində B variantı doğrudur. Alt standart dövlət tələbidir. Yəni, ona görə də əsas götürülür. Tamamilə doğru variantdır B variantı. C-də deyir ki, dərsin məqsədi keçiriləcək mövzular üzrə əsasında müəyyənləşir. Xeyr, deməli, dərsin məqsədi mövzular əsasında müəyyənləşmirdi. D-də deyir ki, alt standartın dəyişməsi şagirdlərin onun tələblərə nə qədər cavab verdiyi ilə bağlıdır. Xeyr, bu da yanlış cümlədir. G-də deyir ki, müəllim alt standartı şagirdlərə təqdim etməklə onları dərsə cəlb etmiş olur. Tamamilə yanlış cümlədir. Ona görə də burada doğru variant hansı oldu? B variantı oldu. Nə üçün? Çünki alt standart dövlət tələbi olduğundan müəllimin fəaliyyətində onun əsas götürülməsi doğru variantdır. Ona görə də 5-də düzgün variant hansı oldu müəllimlər? B variantı oldu. İndi 6-nı oxuyaq. 6-da deyir, kurikulum ilə bağlı verilənlərdən hansı yanlışdır? Bəli, oxuyağın yanlışı buradan tapırıq müəllimlər. Deyir ki, təhsil proqramı tərtib edərkən diqqət edilməli məqamlardan biri şagirdlərin fərdi ehtiyacları nəzərə alınmasıdır. Bəli, doğrudur. Çünki təhsil proqramını tərtib edərkən diqqət edilməli məqam nə idi? Şagirdin fərdi ehtiyacları, maraqları mütləq nəzərə alınmalıdır. Bu doğrudur. B-də deyir ki, təhsil proqramı dövrün tələbinə uyğun baş verən yenilikləri məzmuna daxil etməlidir. Bəli, təhsil proqramı dövrün tələbinə uyğun baş verən yenilikləri məzmununa daxil edə bilər.
Bəli, bu doğrudur. Doğru götürmək olar bunu. C-də deyir ki, təhsil proqramında məzmun həyatla sistemli şəkildə əlaqələndirilməsi vacib məqamlardandır. Bəli, təbii ki, biz dərsi keçərkən təhsil proqramımızı, dərsimizin gedişatını belə deyək, həyatla əlaqəli keçəndə şagird üçün müəyyən qədər maraqlı olur. Daha çox maraqlı olur hətta. Yəni onu dərsə cəlb olunmasında əhəmiyyəti böyükdür həyatla əlaqəli olanda. O cümlədən də elə burada deyildiyi kimi deyir, təhsil proqramında məzmun həyatla sistemli şəkildə əlaqələndirməsi vacib məqamdır. Tamamilə doğru cümlədir. D-də deyir ki, təhsil proqramının sabit olması onun tərtibinə verilən əsas tələblərdəndir. Xeyr, tamamilə yanlışdır. Çünki təhsil proqramı sabit olmamalıdır. Əlbəttə, dəyişən olmalıdır, inkişaf edən olmalıdır, izlənməlidir daim. Sabit olsa, heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə də elə yanlış variant burada D variantıdır müəllimlər. Y-də deyir ki, təhsil proqramının əsas prinsipləri bir nəticə yönlükdür. Bəli, bu doğrudur. Demək ki, 6-da yanlış hansı oldu? D variantı oldu. Nə üçün? Çünki sabit olması tamamilə yanlışdır. Sabit olmamalıdır, dəyişən olmalıdır, inkişafda olan olmalıdır. Növbəti sualımızı oxuyaq. Müəllimlər, 7-yə baxırıq. 7-də deyir ki, bir müddətdir ki, şagirdin dərsdə davamiyyətində qeyri-sabitlik müşahidə edilir. Müəllim deyir, bu haqda məlumatı olsa da heç bir tədbir görmür. Verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? Bəli, tutaq ki, davamiyyətdə zəiflik var. Şagird qeyri-sabitlik nümayiş edir, dərsə gəlmir, dərsə davamiyyəti yaxşı deyil. Amma müəllim də bunu göz ardı edir, heç bir tədbir görmür, valideynlə əlaqə saxlamır. Bu zaman deyir, verilmiş situasiya ilə bağlı hansı fikir doğrudur? İndi gəlin oxuyaq, görək burada situasiyaya uyğun variant hansı olacaq? A-da deyir ki, şagird pedaqoji işçilərə hörmətlə yanaşmaq vəzifəsini müəllim qərəzsizlik etik prinsipini pozur. Xeyr, burada yəni şagirdin məsələn, müəllimlərə hörmətsizliyindən söhbət getmir. Sadəcə dərsi buraxmasından, dərsə gəlməməsindən, qeyri-sabitlik nümayiş etməsindən söhbət gedir. Ona görə A variantı uyğun deyil. B-də deyir ki, şagird üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol vermək hüququnu pozur, müəllim ictimai etimad, etik prinsipini pozur. Xeyr, burada da şagird dərsdən yayınma hallarına yol vermək, deməli, ümumiyyətlə şagird dərs buraxması onun hüququ deyil. Onun vəzifəsi deyil ki, dərsində gəlməlidir. Yəni, o hüquq deyil. Məsələn, istəsə edər, istəməsə etməz deyildi. Dərsi buraxmamaq, yəni dərsdə olmaq onun vəzifəsidir. Daim əlaqəli şəkildə, ardıcıl şəkildə dərsdə olmaq şagirdin vəzifəsidir, hüququ deyil. Əslində bu hüquq yazıldığına görə bu yanlışdır burada. Həm də müəllim də burada ictimai etimadı pozmasından söhbət getmir. Ona görə B-ni də götürə bilmərik. D-də deyir ki, şagird dövlət təhsil standartlarına uyğun bilik bacarıqlara yiyələnmək hüququnu pozur. Xeyr, burada bilik bacarıqdan söhbət getmir. Burada həmçində bilik bacarığa yiyələnmək onun hüququ deyil, birinci növbədə vəzifəsidir, yenə deyirəm. Əslində, şagird dərsdən yayınır burada. Yəni, onun öyrənməsindən söhbət getmir. Düz deyil, dərsə gəlməyəndə təbii ki, öyrənmədən də söhbət gedə bilməz. Həmçinin, burada amma yiyələnmək hüquq da deyil, hüququ səhv verib burada, yanlış verib, şagirdin vəzifəsidir bilik bacarığa yiyələnmək. Ona görə C-ni də götürə bilmirik. İndi D-ni oxuyaq. Deyir, şagird üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol vermək vəzifəsini pozur. Bəli, biz dedik axı, dərsdən yayınma hallarına yol vermək olmaz. Onun vəzifəsidir ki, dərsdə olsun. Bəli, bunu pozur, vəzifəsini pozur. Vicdanlılıq, müəllim isə deyir, vicdanlılıq etik prinsipini pozur. Çünki müəllim işin keyfiyyətlə yerinə yetirilmir, səmərəli yerinə yetirmir, şagirdlə maraqlanmır. Ona görə də müəllim vicdanlılıq etik prinsipini pozmuş olur. Elə burada düzgün cavab D-ni götürürük. Bəli, düzgün cavab D variantı uyğun gəlir. Nə səbəbdən? Çünki üzürsüz səbəbdən dərsdən yayma hallarına yol vermək vəzifəsini pozur şagird. Bayaq yuxarıda hüquq yazmışdı, burada vəzifə yazır. Yəni D variantı doğrudur. Həm də müəllim də vicdanlılıq etik prinsipini burada pozdu. Yəni şagirdinə dərindən maraqlanmadı, keyfiyyətlə yaxınlaşmadı, yəni işin keyfiyyətlə səmərəli görmədi. O səbəbdən vicdanlılıq etik prinsipini pozdu.
Ona görə düzgün cavab D variantıdır. İndi yeni də oxuyaq. Deyir, şagird dövlət cəmiyyət qarşısında məsuliyyətini dərk etmək vəzifəsini pozur. Xeyr, bununla əlaqəli heç nə yoxdur burada. Elə burada düzgün cavab D variantıdır müəllimlər. 7-də düzgün cavab oldu. Hansı variant? D variantı. Keçək 8-də oxuyaq. Görək 8-də nə deyir? Deyir, sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş situasiyada müəllimin davranışı haqqında nə demək olar? İndi variantları oxuyaq, düzgün variantı tapaq. Deyir, A-dakı müəllim stresli alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirmir. Xeyr, çünki burada konfliktdən söhbət gedir. Bununla bağlı heç nə yoxdur A variantında. B-də deyir ki, müəllim məktəb rəhbəri psixoloqla əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Xeyr, məktəb rəhbəri ilə də heç bir situasiyada heç bir şeyə rast gəlmədik. C-də deyir ki, müəllim təhsilçilərin təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini pozur. Bəli, burada bax, təhlükəsiz sözü bizim açar sözümüzdür. Çünki axı yuxarıda dedi, şagirdlərdə konflikt yaranır. Konflikt nədir? Onlar arasında hər hansı bir savaş ola bilər, bir-birinə təzyiq göstərmə ola bilər. Bəli, şagirdlərin, yəni təhsil alanların təhlükəsizliyini, sağlamlığını mühafizəsində iştirak etmək vəzifəsidir müəllimin. Bunu müəllim yerinə yetirmədi. Ona görə də burada müəllim elə C variantı uyğun gəlir ki, müəllim bunu burada nəyi pozmuş oldu? Təhlükəsizliyi qorumadı, sağlamlığının mühafizəsində dayanmadı. Bəli, elə burada düzgün cavab C variantıdır müəllimlər. İndi D-ni oxuyuruq. D-də deyir, müəllim pedaqoji etika, əxlaq normalarına əməl etmək vəzifəsini yerinə yetirmir. Xeyr, burada onunla bağlı heç nə yoxdur. Y-də deyir, müəllim valideynlərlə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Bu da yox idi. Bəli, burada şagirdin təhlükəsizliyini qorumadı müəllim. Düzgün cavab oldu C variantımız. Növbəti 9-a baxırıq. 9-da deyir ki, doğrunu seçin, doğru fikri seçin. A-da deyir, fən kurikulumda alt standartın dəyişməsi bilik bacarığın mürəkkəbləşməsindən asılı deyil. Doğru fikri deyir seçin. Fən kurikulumda alt standartın dəyişməsi bilik bacarığın mürəkkəbləşməsindən asılı deyil. Yanlış. B-də deyir, təhsil müəssisəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək təhsil verənin hüququdur. Xeyr, yanlışdır. Tələbyönümlülük şagirdin gün ərzindəki dərsləri, müəllimin izahatları və dərsdənkənar istifadə əsasında öyrənməlidir. Xeyr, yanlış edir. Çünki tələbyönümlülük dövrün tələblərinə uyğun təhsil vermək idi. Yəni, gün ərzində deyildi. Həm də elə müəllimin izahatları ilə yekunlaşmırdı. Təbii ki, şagird də burada önəmli idi həmçinin. Ona görə bu da yanlışdır. Deyir, müəllimlər təhsil qanununun tələbinə uyğun olaraq alt standartda dəyişiklik edə bilərlər. Xeyr, belə bir ifadə yox idi. Çünki tələbə uyğun dəyişiklik etmək yox idi. Bu da yanlışdır. Y-də deyir ki, tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Bəli, tədris olunan mövzular şagirdlərdə tələb olunan bilik bacarıqları formalaşdırmaq üçün bir vasitədir. Əslində, Y variantı tamamilə doğru cümlədir. Burada düzgün cavab 9-da oldu. Hansı variant? Müəllimlər, Y variantı oldu 9-da. Baxaq 10-cu sualımıza görə onda nə deyir? Onda deyir ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. İndi uyğunluq deyirsə, doğrudan doğru, yanlışdan yanlışı götürəcəksiniz müəllimlər. Baxırıq, deyir müəllim, birdə deyir ki, cədvəlin içərisində birdə deyir, müəllim şagird və valideynlərlə ünsiyyət zamanı xoşagəlməz zarafatlardan və vulqar sözlərdən istifadə edir, mədəni davranışı pozur. Bəli, müəllim əgər vulqar sözlərdən istifadə edirsə, mədəni danışmırsa, belə deyək, təbii ki, mədəni davranışı pozub da burada. Elə bir burada doğrudur. İkidə deyir ki, sinifdə ailə daxili problemi olan risk qrupuna daxil olan şagird oxuyur. Buna görə müəllim bu uşağa münasibəti mənfidir. İnsan hüquqlarına və azadlıqlarına hörmət. Xeyr, bu yanlışdır. Müəllimin əgər uşağa münasibəti mənfidirsə, burada müəllim qərəzli münasibət göstərib uşağa qarşı. Yəni, insan hüquqlarının pozulması ilə bağlı burada heç nə yoxdur. Bu yanlışdır ki, indi 3-ə baxırıq müəllimlər. 3-də deyir ki, sinifdə şagirdlərdən 2 yaş böyük olan şagird hər kəs məsxərəyə qoyurdu. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmirdi.
Burada deyir ki, müəllim mədəni davranış tələbini pozub. Sizcə doğrudur, yoxsa yanlış olar bu? Müəllim deyir, sinifdə şagirdlərdən 2 yaş böyük olan şagirdi hər kəs məsxərəyə qoyurdu, yəni gülürdü ona, belə deyək. Müəllim isə bu zaman şagirdlərə heç bir irad bildirmirdi. Bu zaman deyir, müəllim mədəni davranış tələbini pozmuşdur. Sizcə bu doğru ola bilərmi? Əlbəttə ki, yox. Bu doğru deyil. Bu yanlışdır, əlbəttə ki. Bu yanlışdır. 4-də deyir ki, müəllim məktəblərarası yarışlarda daim öz məktəblərini tərifləməklə yanaşı digər müəllimlərin və şagirdlərin savadsızlığından bəhs edir. Bəli, bu elə loyallıqdır. Çünki biz deyirdik, axı başqa məktəblərdə haqqında nəsə demək, fikir bildirmək, başqa məktəbin şagirdləri haqqında fikir bildirmək varsa və onlara tənqidi yanaşmaq varsa, nəsə bəyənməmək kimi demişdik, münasibət göstərmək varsa, təbii ki, bu nə olacaq? Bu loyallıq olacaq. Bəli, bu 4 doğrudur. Demək ki, burada 3 yanlışdır, müəllimlər, 3 yanlışdır, 4 doğrudur. Doğru tərəfdən də 1 doğrudur, 2 yanlışdır. İndi biz hansıları götürək? Biz doğrudan doğru, yanlışdan yanlışı götürək. Doğrudan 1'i götürürük, yanlışdan da 3'ü götürürük. Düzgün cavab olur burada. Hansı variant? Bəli, A variantı olur burada. Düzgün cavab. Bəli. İndi buradan oxuyaq 11'i. Görək 11'də bizə nə deyir? Deyir ki, uyğunluğu tapın. 1'də deyir mədəni davranış, 2'də deyir loyallıq, 3'də deyir ictimai etimad. İndi aşağıdan biz A, B, C variantlarını uyğunlaşdıraq. Bax, indi A-nı oxuyuram. Deyir, müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir, öz fikirlərini şagirdlərdə aşılamağa çalışırdı. Sizcə bu davranış qaydalarını müəllimin etik prinsiplərindən hansına uyğun gələ bilər bu? Təbii ki, bu olacaq elə mədəni davranışa. Çünki deyir, müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir. Çünki demişdik axı, müəllim hər hansı bir iradları qəbul etməlidir, düşüncələri qəbul etməlidir, diqqətlə dinləməlidir və sonra öz fikrini də bildirə bilər. Amma deyilən fikri diqqətlə dinləməlidir. Əgər dinləmirsə, qəbul etmirsə, demək ki, müəllim mədəni davranışı pozur. Burada deyir ki, qəbul etmir. Bax, burada qəbul etmir sözü müəllimlər bizim açar sözümüzdür. Bax, qəbul etmir. Qəbul etmirsə, demək ki, nəyi pozur? Müəllim burada mədəni davranışı pozur. A-nı götürürük 1'ə. Sonra B-ni oxuyaq. Deyir, müəllim yenilənmiş dərslikləri bəyənmədiyini sosial şəbəkələrdə bildirir. Baxın, müəllimlər, bəyənməmək sözü. Baxın, bəyənmir. Bəyənmirsə, bunu nəyə götürək? Nəyin açar sözüdür bu? Bəyənmədiyini deyir. Bəli, bəyənmirsə, demək ki, loyallığı pozur müəllim. Baxın, bəyənməmək sözü ilə yadda saxlaya bilərik ki, loyallığı pozur müəllim. 2'yə B-ni götürürük. Üstə də deyir ki, müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur. Bəli, peşə nüfuzunu möhkəmləndirməyə borcludursa, nüfuz sözü var burada. Bəli, bu da olacaq nə? İctimai etimad. Demək ki, 1A, 2B, 3C. Bu da düşür hansı varianta? Y variantına düşür. Bəli. Diqqətlə açar sözləri qeyd edə bilərsiniz müəllimlər. Daha sonra baxırıq 12'yə. 12'də deyir ki, müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Bu situasiyada müəllim şagirdlərə hansı səriştəni formalaşdırır və pedaqoji prosesin təşkilinə verilən tələbin hansını reallaşdırır? Bəli, müharibə zamanı insan hüquqları varsa, elə buradan demokratiya, insan hüquqlarına hörməti götürə bilərik. Çünki insan hüquqlarının pozulmasından danışılır və eyni zamanda da şagirdləri bir şəxsiyyət kimi formalaşdırır. Onlarda debat təşkil edə bilər, ünsiyyət, psixomotor fəaliyyəti formalaşdırdığına görə burada şəxsiyyət yönlüyü götürə bilərik. Çünki onlarda debat təşkil edirsə, onlarda bir ünsiyyət qurmasını da onlarda mükəmməlləşdirir. Ünsiyyət də nədir? Ünsiyyətdir, əməkdaşlıqdır, psixomotor fəaliyyətdir. Bunlar hamısı şəxsiyyət yönlüyünün açar sözlərdir. Ona görə biz buradan demokratiya və insan hüquqlarına hörməti götürə bilərik ki, bu da düşür Y variantına, bəli.
Növbəti sualımıza baxırıq. Növbəti sualımızda deyir ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Gəlin cədvələ əsasən uyğunlaşdıraq. Müəllimlər 13-ü oxuyuruq. Bir də deyir ki, təhsil verən sosial media hesabında onun və işlədiyi müəssisənin adına xələl gətirən video materiallar, təsvirlər paylaşmamalıdır. Bəli, tamamilə doğrudur. Paylaşmamalıdır. Biri götürə bilərik. İkidə deyir ki, müəllim vəzifə funksiyasının icrası zamanı insan hüquqlarına və demokratik prinsiplərə əməl etməlidir. İctimai etimad prinsipini pozub. Xeyr, burada müəllim vəzifə funksiyalarının icrası zamanı insan hüquqlarına, demokratik prinsiplərə əməl etməsi qanunçuluğa aid idi, ictimai etimada aid deyildi. Ona görə də burada 2 yanlışdır. 3-də deyir ki, müəllim peşə fəaliyyəti zamanı müəllim adına, işgüzar nüfuzuna, təhsil müəssisəsinin xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Bəli, bu əlbəttə olacaq nə? Bu olacaq loyallıq. Çünki biz burada xələl sözü var. Baxın müəllimlər, xələl gətirmək sözü var. Bu loyallığın açar sözüdür. Götürə bilərik. Bəli, loyallıq burada doğrudur. Sonra baxırıq nəyə? Baxırıq 4-də deyir, müəllim təhsilanlara qarşı xeyirxah və təmkinli olmaqla tənqidi fikirləri qəbul etməklə qərəzsizlik prinsipinin tələbini qoruyur. Sizcə doğrudur müəllimlər? Çünki burada deyir axı xeyirxah təmkinli. Xeyirxah təmkinli. Bax xeyirxah sözü, təmkinli sözü, tənqidi fikirləri qəbul edir sözü. Nəyin açar sözüdür sizcə? Bir düşünəyin. Nəyin açar sözüdür? Bu əlbəttə ki, mədəni davranışın açar sözüdür. Tənqidi fikirləri qəbul etməlidir, xeyirxah olmalıdır, təmkinli olmalıdır. Bəli, bu nəyin açar sözüdür? Mədəni davranışın. Amma burada qərəzsizlik yazır. Ona görə yanlışdır. 4 yanlışdır. Demək ki, müəllimlər, burada 4 yanlış oldu, 3 düz oldu, 1 düz oldu, 2 də yanlış oldu. Demək ki, biz doğrudan doğrunu, yanlışdan yanlışı götürürük. Doğru tərəfdən 1 doğrudur, götürdük 1-i. Yanlış tərəfdən 4 yanlışdır, 4 yanlışdır. Ona görə götürürük 4-ü. Demək ki, burada da düzgün cavab D variantıdır müəllimlər. Düzgün cavab D variantı. 14 oxuyağın. 14-də deyir ki, yanlış fikri müəyyən edin. Yanlış fikri tapırıq buradan. Deyir, rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməsi intizam məsuliyyətinə səbəb olur. Yetirməməsi, daha doğrusu. Deyir, rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Bəli, doğrudur. Yanlış deyil, doğrudur. B-də deyir ki, etik davranış qaydalarını pozduğu üçün əmək müqaviləsinə xitam verilmiş müəllim bir daha pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Tamamilə yanlışdır. Etik davranış qaydasını pozan müəllim 1 il müddətində uzaqlaşdırılır, sonra işinə qayıdır. Ona görə də bu yanlış cümlədir ki, bir daha məşğul ola bilməz deyə bir şey yox idi. Bu tamamilə yanlış cümlədir. Elə ona görə də müəllimlər, burada yanlış olan B variantıdır. C-də deyir, təhsil verən təhsilanları korrupsiyaya qarşı ruhda yetişdirməlidir. Bəli, yetişdirməlidir. Yəni ona qarşı olmağı yetişdirməlidir. Yəni qarşı barışılmazlıq ruhunda yetişdirməlidir. Doğrudur. D-də deyir, təhsil verən şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Doğru. Y-də deyir ki, təhsil verən xidməti vəzifəsini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Bəli, doğrudur. Doğru, tamamilə doğrudur hamısı. Bir dənə yanlış burada B variantıdır müəllimlər. Keçirik növbəti 15-ci sualımıza. 15-ci sual deyir ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. İndi 15-də uyğunluğu müəyyənləşdirək. Bir də deyir ki, məzmun xətti mənimsəlməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir hissəsidir. Sizcə doğru yoxsa yanlış olar bu? Bəli, tamamilə yanlışdır. Çünki mənimsəlməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətinin konkret bir hissəsi deyəndə bu ümumi təlim nəticəsidir. Bu məzmun xətti deyil. Məzmun xəttin biz ana xətt kimi, leytmotiv kimi, dəyişməz kimi yadda saxlamışdıq.
Burada artıq bu sözlər ümumi təlim nəticəsinə uyğun gəlir. Ona görə bir yanlışdır. 2-də deyir ki, məzmun standartı şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bəli, doğrudur. 3-də deyir ki, təlim nailiyyətlərini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Demək, təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi nədir? Deyir, məzmun xəttidir. Sizcə bu doğru ola bilərmi müəllimlər? Diqqətlə fikirləşəyin. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Bəli, zəruri hissəsi məzmun xətti idi də. Əslində bu doğrudur. 4-də deyir ki, məzmun xətti tədrisin iyerarxiyası olub, sinifdən sinifə keçdikcə dəyişə bilər. Xeyr, məzmun xətti heç zaman bir sinifin daxilində dəyişmirdi. 1-ci sinifdən 11-ci sinifə qədər məzmun xətti dəyişməz idi. Çünki biz onu dəyişməz, ana xətt kimi yadda saxlamışdıq. İndi baxırıq müəllimlər. Burada bir yanlış oldu, 2 doğru oldu. Çünki dedik ki, 2-də məzmun standartı şagirdlərin bilik bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bəli, bu doğrudur. Kitab cümləsidir. 2 doğruydu. 3 deməli 3-ü oxuduq. 3 doğru oldu, götürə bilmirik. Amma 4 yanlışdır, 4-ü götürə bilərik. Demək ki, burada düzgün cavab nə oldu müəllimlər? 2 və 4 oldu. Nə üçün? Çünki 2 doğrudur, 4 yanlışdır. Doğru tərəfdən doğrunu, yanlış tərəfdən də yanlışı götürə bilərik müəllimlər. Keçirik növbəti sualımıza. 16-cı sualı oxuyuram. 16-cı sualda görək nədir? Baxırıq 16-cı suala. Deyir, cədvələ əsasən uyğunluğu müəyyən edin. Bir də deyir ki, müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyi şagirdlərə tapşırır. Milli kimliyin dərki, milli iftixar hissinin aşılanması, şəxsiyyət yönümlülük. Sizcə doğru olarmı? Əlbəttə doğrudur müəllimlər. Çünki müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməni, milli geyimimizi, milli kimliyimizi, adət-ənənələrimizi əgər şagirdlərə aşılayırsa, burada milli kimliyin dərki və milli iftixar hissi, eyni zamanda şəxsiyyət yönümlülüyü yerinə yetirmiş olur. Çünki adət-ənənələrimiz haqqında şagirdləri məlumatlandırır, milli geyimlərimiz haqqında məlumatlandırır və onların əhəmiyyətindən danışır, şagirdlərə məlumat verir. Təbii ki, bu doğrudur. Götürə bilərik doğruya. 2-də deyir ki, müəllim sinifə yeni gəlmiş şagirdi nəzərə alaraq buzqıran strategiyalarından istifadə edir. Müstəqil öyrənmə, şagird yönümlülük. Sizcə doğru olarmı? Müəllim sinifə yeni şagird gəlib. Bunlar üçün buzqıran, həmin uşaq üçün uşağa görə buzqıran strategiyasına istifadə edir. Buzqıran da bilirsiniz ki, şagirdlərin bir-birini tanımasıdır. Ondan istifadə edir və müstəqil öyrənmə, şagird yönümlülük. Xeyr, burada müstəqil öyrənmə ilə bağlı heç nə yoxdur. Sadəcə burada şagirdləri tanış edir. Yəni müstəqil şəkildə şagird burada heç nə öyrənmir. Ona görə bu yanlışdır. 3-də deyir ki, müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamağı tapşırır. Yaradıcılıq, şagird yönümlülük. Bəli, bu doğrudur. Yəni şagird orijinal yollar, yeni yollar təklif edən layihə hazırlamağı tapşırılırsa, şagirdə yeni yollar tapacaq, yeni layihələr üzərində işləyəcəksə, təbii ki, onun yaradıcılıq və şəxsiyyət yönümlülük baxımından inkişaf etməsi ön planda olacaq. Ona görə də 3 burada doğrudur müəllimlər. Burada 3 doğrudur. İndi 4-ü oxuyuruq. Müəllim deyir, şagirdə esse yazarkən bir neçə mənbədən istifadə etməni tapşırır. Əməkdaşlıq, şagird yönümlülük. Bu yanlışdır. Niyə görə yanlışdır? Çünki müəllim şagirdə esse yazarkən bir neçə mənbədən istifadə etməsi onun informasiya savadlılığının belə deyək, üzə çıxmasıdır. İnformasiya axtarışında olacaq. Burada əməkdaşlıqdan bir söhbət getmir. Şagird gedib informasiya axtaracaq, araşdıracaq, yeni informasiya əldə edəcək, müəyyən mənbələrdən istifadə edəcək. Yəni informasiya savadlığıdır bu. Amma burada əməkdaşlıq və şagird yönümlülük yazır. Ona görə bu 4 yanlışdır. Ona görə də biz müəllimlər buradan nəyə baxırıq? 4 yanlış oldu, 3 doğru oldu, 1 doğru oldu, 2 də yanlış oldu. İndi biz buradan nəyi götürək? 1-i götürə bilərik. Bəli, 1 doğruydu, götürə bilərik. 2 yanlışdır, götürə bilmirik. 3 doğrudur, yanlış tərəfdə olduğu üçün götürə bilmirik. 4 yanlışdır, yanlış tərəfdə olduğu üçün götürə bilirik. Demək ki, 1 və 4-ü buradan götürə bilərik müəllimlər. O 1 ilə də 4 düşür A variantına. Növbəti
demək sualımıza baxırıq. 17-ci sualımızda baxaq. Görək 17-ci sualımızda bizə nə deyir? 17-ci sualda deyir ki, müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirir. Qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil etməsinə şərait yaradır. Heç bir müdaxilə etmir və bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır, pedaqoji proses təşkilinə verilmiş tələblərin hansını reallaşdırır? Bəli, baxağın. A-da deyir tənqid, təfəkkür, yaradıcılıq. Deyir 17-ni oxuyuruq müəllimlər. Deyir müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirir. Qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır. Heç bir müdaxilə etmir və bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır, pedaqoji proses təşkilinə verilmiş tələblərin hansını reallaşdırır? İndi variantları oxuyuruq. Baxırıq. A-da deyir ki, tənqid, təfəkkür, yaradıcılıq fəaliyyətin stimullaşdırılması. Xeyr, burada müəllim qrup işi təşkil etdi. Tənqid, təfəkkür, yaradıcılıqla bağlı heç nə yox idi. Bir də deyir rəqəmsal savadlıq. Xeyr, rəqəmsal savadlıq şagirdlərə müəyyən texnologiyalardan, kompüterlərdən istifadəsi olanda yadımıza rəqəmsal savadlıq düşür. O zaman biz rəqəmsal savadlığı götürə bilərik. Müxtəlif texnoloji avadanlıqlardan istifadəsi idi rəqəmsal savadlıq. C-də deyir ki, demokratiya, insan hüquqlarına hörmət. Xeyr, burada insan hüquqları ilə bağlı heç bir situasiya görmədik. D-də deyir ki, ünsiyyət, tənqid, təfəkkür, inkişaf yönümlülük. Xeyr, bu da deyil. Y-də deyir əməkdaşlıq, ünsiyyət, şagird yönümlülük. Bəli, burada əməkdaşlıq, ünsiyyət, şagird yönümlülük götürmək olar. Niyə görə? Çünki qrup işi zamanı burada qrup işi olacaq, əməkdaşlıq olacaq, şagirdlərin özləri tərəfindən təşkil ediləcək, bəli. Və eyni zamanda şagirdlər müzakirə aparacaq, əməkdaş olacaq, ünsiyyət quracaq və şagirdlərin burada irəliləyişləri də qeyd olunacaq. Ona görə də burada əməkdaşlıq var, ünsiyyət var, şagird yönümlülük var. Düzgün cavab müəllimlər burada da nə oldu? D variantı oldu.